insan nə qədər ki fürsət var, nə qədər ki ona möhlət verilib, çalışsın, Rəbbinə tövbə etsin. Və insan heç zaman Allahdan ümidini üzməsin. Necə ki, namazı tərk etmək böyük günah olduğu kimi, vacib Ramazan orucunu tərk etmək böyük günah olduğu kimi, yalan danışmaq, iftira atmaq böyük günah olduğu kimi, həmçinin də Allahdan ümidini üzmək də böyük günahlardandır. Hətta nə qədər çox günah etmisənsə belə, Allahdan ümidini heç zaman üzmə və bil ki, tövbə etdikdə uca Allah bütün günahları bağışlayır. Rəbbimiz Zumər surəsi 53 və 54-cü ayələrdə buyurur ki, qullarıma mənim bu sözümüdür. Ey mənim özlərinə qarşı həddi aşmış qullarım, Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah tövbə etdikdə bütün günahları bağışlayır. O həqiqətən bağışlayandır, rəhimlidir. Əzab isə gəlməmişdən öncə Rəbbinizə üz tutun və ona itaat edin. Sonra sizə heç bir kömək olunmaz. Və bil ki, tövbə etdikdə bütün günahların nəinkisinə bağışlanır. Hətta bir insan həqiqi mənada tövbə edib Rəbbinə iman gətirərsə və salih əməllərini artırarsa, bilsin ki, uca Allah onun bu tövbə etdiyi ana qədər nə qədər günahları var idisə, nə qədər asilikləri var idisə, uca Allah onların hamısını silir, o pis əməlləri yaxşı əməllərlə əvəzləyir. Rəbbimiz 25-ci surə Furqan surəsinin 70-ci ayəsində buyurur ki, kim tövbə edərsə, iman gətirərsə və salih əməllər edərsə, Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz eləyər. Allah bağışlayandır, rəhimlidir. Kim tövbə edib yaxşı iş görərsə, o doğrudan da Allaha tərəf qayıtmış olar. Allaha sonsuz həmd olsun.